Başlayalım. Yaxşı, başlayalım. İnşallah sualımızı deyin. 6. Birden ona kimi? 6. O 6'ya kimi yok sualımız? 5. 4 ana. 4. Deyir X2O3 maddəsinin bir tam kütləsi molyar kütlə 152 qram olarsa, baxın, molyar kütlə qaynarsa, X-in sayı nə qədərdir? 2 ədəd. 2 ədəd X üstə gələr. 3 ədəd oksigen. Hər oksigen 1 mol oksigen 16 qramdır. 3 vura 16. Bərabərdir 152-yə. Hesablayın X-in qiymətini. Adi tənlik. 2X bərabərdir 152 çıxılsın 48. 2X bərabərdir 152 48. Necə eləyir? 104. 104. X-də bərabərdir 52. X elementinin nisbi atom kütləsi nədir? 52. Yəni xrom. Xrom istənir, nisbi atom kütləsini deyir. 52. Deyir var. Orada 12'ye şey diyor, 4'ü savunmuyor. 12'si. Hansı? 4 her zaman. Bu 5'də. 5'də X-in sayı nə qədərdir? 2 ədəd. 2 ədəd X-imizin birləşmənin tərkibində neçə faiz kütlə faizi? 28%. Demək 72%. 72 faizimiz nədir? 3 ədəd SO4. Bir dəvəlik 3 ədəd SO4-ü kütləsi hesablayır. 1 SO4 96 eləyir. 3 ədəd 3 vuraq 96. Onda 3 vuraq 96 qram, 3 vuraq 96 qram. 72 faizdir. X hesablayın 56 eləməlidir. X-də bərabərdir 56. Qısa da var, nə burada? Qısa da nə? Növbəti. Ona kimi sualınız yoxdur? 8. Deməli 5.1-də 224 kübə. 8. 0,2 mol XCO3 maddəsi kütləsi 20 qramdır. Həmişə maddənin bir tamına gəlir, bir tam kütləsinə. 0,2 molu 20 qramdırsa da 1 mol neçədir? 5 dəfə çox. O deyil emir, yəni molyar kütlə 100 qram. Bu maddənin bir tam kütləsi XCO3 bərabər 100 qrama. 1X-in kütləsi X, 1 karbon var 12 və 3 oksigen var 3 dəfə 16, 48, bərabər 100-ə. Bərabər 100. X-də bərabər neçə eləyir? 48, 12, 60, X-də bərabərdir 100 60, X bərabərdir neçə? 40. X-in nisbi atom kütləsi 40 qramdır. Baxın. Növbəti. 10'da. Deyir, X elementinin oksigenli birləşmələrində bir dəfə X elementi 2 valentli olur, oksigenlə birləşən zaman. Bir dəfə 3 valentli olur. Valentliyə görə formaların tərkibi, qaydamız nə idi? X elementi oksigenlə birləşəndə 2 valentli olan zaman çarpaz qayda X2O2, oksigen əksərə demişdir ki, birləşmələrdə 2 valentli olur. Valentli çarpaz yazır 2,2XO. Bir dəfə də X elementi 3 valentli, oksigen 2 valentli. Çarpaz yazır X2O3, bəli, X2O3. Bir XO-nun kütləsi A qramdır, XO. X2O3 isə, X2O3 isə A plus 84. Tərəf-tərəfə kütlə və atomları islah edir, çıxır. Tərəf-tərəfə çıxan zaman 2X-dən 1X gedir, qalır X, üstə gələr. 3 oksigen 1 gedir. Qalır 2 oksigen, 2 oksigen 2 vuraq 16. A plus 84-dən də çıxın A-nı. Tərəf-tərəfə çıxın, islah edin. Nə qalır? 84. Bərabər 84. X-də bərabərdir 84, çıxaq 32. X-də bərabərdir 52. Bəli, X elementinin nisbi atom kütləsi 52 qramdır. Növbəti. Nereye koyalım? Başlayalım. 26. Bitirelim, sonra. Ben. Bitiririz, sorular. Ben 15'e kimi? 14. 14. Deyir, XO2-də elementlərin kütlə nisbəti uyğun olaraq da 7-ni 8-ədir. Yəni 7 qrama 8 nisbəti. Baxın, bunun bir neçə həll üsulu var. Bir həll üsulu odur ki, burada X-in bir tamı nə qədərdir? X qram. Maddənin bir tamında. 1X-in oksigenə olan kütlə nisbəti nə qədərdir? 2 oksigen 32. 1X-lə
32 qram oksigen tənasübdür. X-in 7 qramından oksigenin 8 qram tənasübdür. 7-yə 8-dirsə, X 32. Bu tənasüb qaydasıdır. Bunu əldə edeyim. 28. X bərabər 28. Burada yanlışlıq var. Nədir yanlışlıq? Mexaniki bir səhv var. Silisium 28-dir. Sadəcə burada problem budur. Bəli, mexanik səhv olur. İkinci həll soru. Elementin verilən kütlə nisbəti 7-ni bölürsünüz elementin öz atom kütləsini. Deyək ki, elementin öz atom kütləsi neçədir? X-dir. Oksigenin də verilən kütlə nisbətini 8-i bölürsünüz oksigenin bir atom kütləsi 16-ya. O da bərabərdir ayağındakı nisbətə. X-in ayağı burada 1-də oksigen 2-dir. O da bərabərdir. Bu 2 ədəd qırağa çıxardı. 7 bölək X bölək 8 bölək 16 bərabərdir. 1X-in 2 oksigen nisbəti. Yəni 1-in 2-yə nisbəti. Buradan X hesablayın. 28. Deməli, buradan çarpaz keçirsək, 7 vuraq 16 bölünsün. X vuraq 8 bərabərdir 2-də 1, 1 bölək 2. Buradan da 8x bərabərdir 2 vuraq 7 vuraq 16. X də bərabərdir 2 vuraq 7 vuraq 2. 2 dəfə 2, 4 vuraq 7, 28. Bəli, ikinci qayda bu qaydadır, gördüyünüz kimi. Yəni, cavabda səhvlik var, A variantında silisium 28-dir. Yəqin ki, yeni nəşrlər sizə nə var, nə görərsiniz? Yeni nəşrlər yazılır. Bəli, yeni nəşr buraxdılar da yenə səhv buraxdılar. Yəni, səhv buraxdılar deyəndə səhvi düzəltmir ümumiyyətlə, səhvə baxmıyorlar. Növbəti, 20-yə kimi neçə? 17. 17-də natrium 2XO3 maddəsinin bir tam kütləsi 122 qramdır. Deyir ki, gəlin birinci hesablayaq burada nəyi? Naməlum element atomunun bir atom kütləsini. Natrium nə qədərdir? 2 ədəd. 1 natrium nə qədərdir? 23. Molyar kütlə düsturu. 2 natrium 2 qıraq 23. 1 X-in kütləsi X. 1 oksigen kütləsi nə qədərdir? 16. 3 oksigen 3 qıraq 16. Cəbrin nəyə bərabərdir? 122-yə. Buradan tapırsınız X-in nisbə atom kütləsini. X-in eləyir. 46. Desə hesablayın. 48, 46, 94, 122, 26, 94, 6, 28. X bərabər 28. X-in nisbi atom kütləsi 28-dir. Nisbi atom kütlə 28, neytron sayısı 14. Proton sayı verir. 14. O da bərabər 14-dür. Bu qədər. Baxın. Növbəti. 21'e kim yok sualımız? 24. 21'e kadar yoktu. 21. 1 mol silisium dioksit, silisium O2 maddəsinin ilə 2 mol XO maddəsinin yekun kütləsi bərabərdir. 1 mol silisium O2 neçə qramdır? Silisium O2 bərabərdir 2 mol XO. Bəli, 1 mol silisium O2, 1 mol silisium 28, 1 silisium. 2 oksigenlə 2 qram 16, 32, 28, 60. 60 qram bərabərdir 2 mol XO-ya. Onda 1 mol XO nə qədərdir? Yarısı. 1 mol XO 60-ın yarısı 2-yə bölün 30. 1 X ilə 1 oksigen 16-nın cəmi 30-dursa da X də bərabərdir 14. Bu qədər. 21 deməli. Bəli. B var. Növbəti. 25'e kimi. Yok sualımız. 24 qram. 24. Baxaq. Hansı birləşmələrdə atomların say nisbəti bərabərdir? Ayağındakı indekslər nisbəti. Birinci maddə 2-nin 6-ya ixtisar aparır. 1-in 3-ə, 3-ün 4-ə ilə 3-ün 4-ə qalır. 3-ün 6-ya, yəni 1-in 2-yə qalır nisbət. 2-nin 4-ə, 1-in 2-yə. 1-in 2, 1-in 2, başqa yoxdur ki. 1-in 2-yə nisbət. 3-lə 4. Ayağındakı atom say nisbətini soruşur. Növbəti 32. 26. NH4 2SO4 maddəsinin 1 molunda olan A atomları cəmi sayısı. Bir NH4-də 4 hidrogen var, 1 atom var. Cəmi neçə eləyir? 5. Bunun 1 molunda 5 atom var. 1 NH4-də. Bəs 2 NH4-də 5 vuraq 2, 10. Bir dənə kükürt 11, 4 oksigen də buradan. 15. Bəli, bunun bir tamındakı atomların cəmi 1, üstəgələk 4. Hesablı. 5 vuraq 2, üstəgələk 4. Bəli, 15. Növbəti. 29.
Baxın, dövrü sistemlə inteqrasiya olunmuş sual forması. Burada həm kimya formula bunlara aid sualdır, həm də dövrü sistemlə inteqrasiya olunmuş mövzular arasında. X elementi metal qeyri metal. Metal. Nəyə görə? Dövrü bayaq dedik, qrupundan böyük. Bəs Y elementi metal qeyri metal. Bəli, çünki dövrü kiçik, dövrü 2, qrupu isə 2s2, 2p3, yəni 5a. Uşaqlar, metal olan element neyir? Metal qeyri-metalla birləşən zaman elektron verir. təkrarlayaq, ən son təbəqəsindəki elektronları verərək daxilində ya oktet, ya dublet qaydaya uyğun elektron sayı saxlayır və kimyəvi davamlılığını stabil edir. Kimyəvi stabillik saxlanılır. X-in 2 elektronu var, valent elektronu, ikisini verir, metaldır. Metallar elektron verərək maksimum oksidləşmə dərəcəsində olur. Qeyri-metalın isə 5 elektronu var, 2s2p3. 5 elektrondan nisəsini almaq imkanı var ki, 8 eləsin ən azından. Yəni, ən yaxın nəcəb qazın elektron vurmuşuna. Oktet qayda. -3. Çarpaz, iyonçları çarpaz yazılır. Bura 3, bura 2. Alında x3, y2. 4s2-yə kimi formlaşdıran zaman elektron sayı nə edilir? 20. Atomlarda elektron sayı nəyə bərabərdir? Proton sayı. 20 proton, 20 elektron. Y-in 1s2 üstü 2, 2s üstü 2p3, 7. 7 elektron, 7 proton. İndi bura baxın. Burada x-in sayı nə qədərdir? 3 ədəd hayatında. 1x-də 20 proton varsa, 20 elektron varsa, 60. 3x-də 3 vuraq 20. 1y-də 7 proton var, 7 elektron varsa, 2y-də 2 vuraq 7. 60 plus 14, 74. Burada olan yekun protonların və yaxud da elektronların cəmi soruşsa 74 ədəddir. Bu qədər. C variant. 30-a kimi sualımız var. Yoxdur, 30-a kimi. 35-ə kimi. Bir də onun x3, y2 olmalı, hardan müəyyən edir? Burada qalası, bir element atomunun oksidləşmə dərəcəsi iyon yükü, binar birləşmələrdə, ikili birləşmələrdə, digər element atomu və ya iyonun indeksini yazılır. Fərqi yoxdur, istər atom, istər iyon olsun, eyni qaydada. Oksidləşmə dərəcə, valentlik, iyon yükü, binar birləşmələrdə çarpaz yazılır, çarpaz sunma. Bir elementin yükü, valentliyi, oksidləşmə dərəcəsi, digər elementin indeksinə, sağ tərəf küncünə yazılır. 35-ə kimi? 33. Yoxsa baxırıq. 32. Yenə molyar kütlə düstur, de görür. XHCO3-2 birləşməsinin bir tam kütləsi 162 qramdır. 162 qramdırsa, molyar kütlə qaydasına qoyaq. 61 qram. 1x-in kütləsi x, HCO3-2. Birinci bunun bir tam hesabla HCO3. Bir hidrogen 1, bir karbon 12, 3 oksigen də 3 qram 16. Bu cəbir cəmi 2-yə bıraşsa. Burası 2. 122. 48, 60, 61. Buraq 2'ye 122. 1x-lə 122'nin cəmi 162'dir. X-də bərabərdir 4. Bu qədər. Molyar kütlə düsturu. Mən bir də belə elə 162-dən 122-si HCO3-sə yerdə qalanda Bəli. Eyni qədər, düzdür, eyni. Yəni, baxırsınız burada elementin nəyinə? Elementin atomu ayağında 1'dir ha. Ona görə bunun bir tam kütləsi neçə alınır? 40 qram alınır. Ayağında 2 olsaydı məsələn, onda 20 qram olurdu. Bir-birinə vurur elərdi. Hər elementin birləşmənin tərkibində olan sayı öz atom kütləsinə vurub toplanılır. Mötərizə xaricində birdən bir rəqəm varsa da, həmin rəqəm buradakı kütlə cərinə vurur yekunda və bərabərdir molyar kütləyə, bütöv kütləyə. Cavab olur B variantı. Qeyd edirəm, qeyd edirəm. Növbəti. 33. 3A yarım qrupu elementlərinin hidrogeni birləşməsi. 3A, bor, alüminium, indium, qalium, karbon. 3A qrup elementləri hidrogenlə birləşən zaman hansı formulda birləşmə əmələ gətirir? RH3. Niyə? elementi 3A-da əsas metallardır. Metallar hidrogenlə birləşən zaman maksimum oksidləşmə dərəcəsində olur. Hidrogen isə metalla birləşən zaman hər zaman minimum oksidləşmə, yəni 1 elektron alır. H məhduddur, çarpaz RH3. Elementin RH3-ün bir tam kütləsi, molyar kütləsi A-dır. Buradan tapaq R elementinin nisbat atom kütləsini. Bir elementin kütləsi R olsun. Bir hidrogenin kütləsi isə 1 qramdır, 3 hidrogen 3 qramdır. Bərabərdir A-ya. Buradan da R bərabərdir A çıxaq 3-ə. Yəni R'in nisbat atom kütləsi A çıxaq 3-dür.
Bunu nəzərə alacaq digər şərtlər. Elementin baş oksidi, ali oksidi formulu. E3-cü qrup element, deməli, birləşəndə oksigenlə, element hər zaman oksigenlə birləşəndə əksənən, elementlər hansı halda olur? Maksimum oksidiləşmə dərəcəsində. 3A yarım qrup elementi olacaq müsbət 3, maksimum. Oksigenlə məntiqlə neçənci qrup elementdir? 6A. 6A-dakı element neçə elektron alacaq ki, 8 eləsin? Valent elektron sayını, oktet qaydasına görə. 2 elektron. Olacaq mənfi 2. Yenə çarpaz qayda və yaxud da əkol qaydası. 2, 3. İkinci qaydamız nədir uşaqlar burada? Əkol qaydası. Hər elementin oksidləşmə dərəcələrinin yeşil tamı əkoldur. 3 əkol əkol 6. Əkol bölüsüz elementin özü üçün 6 bölək 3 bura 2, 6 bölək 2 bura 3. Bu da bu digər üsulu. Birləşən formül nə oldu? E2 O3. Uşaqlar, bir elin qiyməti bərabərdir, A çıxarırsan. Onda E2 O3-ün hesablayaq molyar kütləsini. E2 O3. Bəli, bir elimiz A çıxarı 3 isə, 2 elimiz 2 bıraq A çıxarı 3 və 3 oksigen də 3 bıraq 16, 48. Yenə möhtəzəm əsas 2A çıxarı 6, üstə gəlir 48. Bu da bərabərdir 2A üstə gəlir 42. Bəli, yekun kütləmiz 2A üstə gəlir 42-dir. Növbəti qeyd edirsiniz. Qeyd edirsiniz. Qırxa qədər. 36. Bura kimi yoxdur ki. 2A yarım qrupunda yerləşən X elementi Y ilə X uşaqlar 3 dərə ayağında. X3, Y2 birləşməsi. Təkrarlayaq. 2A yarım qrup elementlər metaldır, qeyri-metal. Metal. Metal nə ilə birləşir? Ancaq qeyri-metalla. X elementi metaldırsa və X, Y ilə X3, Y2 birləşməsi əmələ gətiribsə, X elementi olacaq müsbət 2, 2 ayağının qrupunda. Onda Y elementinin deməli yükü X-in ayağındadır. O da avtomatik 3-dür və bu 100% olacaq mənfi. Çünki X elementi metaldırsa, ona birləşən 100% qeyri-metaldır. Və burada bayaq ki, eyni bir analogiya var. Metallar qeyri-metalla birləşən zaman, metallar olur maksimum oksidləşmə dərəcəsində, qeyri-metallar olur minimum oksidləşmə dərəcəsində, mümkün dərəcə. Və Y elementinin minimum oksidləşmə dərəcəsi mənfi 3-dür. Yəni bu neçənci qrup elementdir ki, 3 elektron alıb 8 edir. Yəni mənfiqdən 5A. 5A qrup elementlərinin qısa elektron formulu, S-lə P-yə 5 elektron paylayır. NS2 MP3. 6 olsa NS2 MP4, 7A NS2 MP5, 8A NS2 MP6, 1A NS1, 2A NS2, 3A NS2 MP1 təşkil alaq. Cavab nə olur? NS2 MP3. Bu qədər. Növbəti. 36. De görüm. Yox, 35 qalır. 35, 37. 37. Azot və oksigen ibarət olan birləşmədə cəmi kütlə 38-dir və birləşmədəki oksigenin kütləsi 24-dür. 38 qramdan 24 qramı oksigendirsə, neçə qram azotdur? 14. Azotun oksigenlə birləşməsi. Azot 38-dən 24 oksigendir deyə, yerdə qalan 14 qram azotdur elə. Qaydamız nədir? Elementlərin verilən kütlə miqdarını, kütlə nisbətini və yaxud da fərqi yoxdur, hər hansı miqdarını bölürük elementin bir atom kütləsinə, kütlə verilirsə. Azotun bir atom kütləsi 14-dür, ayrı. Oksigen isə 16-dır. Bu iki kəsini qırağa çıxardın, bir-birlə nisbət formasını yazın və ən sonda ən kiçik tam ədədləri çıxardın, nisbətlərini. 14 bölünsün 14, nisbət 24 bölünsün 16. Çarapanı 1-in 1-ə, bu isə çaraparında nisbət 2-nin 3-ə ilə. Burada da bunu tərsinə çevirək, olacaq 2 bölünsün 3. Bəli. Birinci nisbət azotdur, 2-nin nisbət isə oksigendir. Bu nisbətləri indeksə yazın. Azotun ayağında 2, oksigen ayağında isə 3. Bəli, nə alındı? N2O3. Eyvallah, bu qədər.
Yəni hər elementin öz kütləsini təyin edirik, orada olan nisbət edirlər. Hər elementin verilən kütlə və yaxud da kütlə nisbətini bölürük özünün bir atom kütləsinə. Yadda saxlayaq. Qaydamız budur. Yəni burada sizə demir ki, bəri başda desəydik ki, buradakı 38 qramın 24 nisbət oksigendir nisbətdə, 14 də avtomatik azotdur. Yəni desəydik ki, azotla oksigenin 14-ün 24-ə nisbətidir, o daha rahat olardı. Yəni bu deyir ki, özün tap ki, burada hansı nisbətdə bunlar birləşir. Baxdıq ki, cəmi 338-dir, bunun 24-ü oksigendirsə, qalan 14-ü azotdur. 14-ü 24 nisbətidir, nisbət qaydasıdır. Növbəti 47. 47. Bizə 40. Deməli uşaqlar, deyir bu maddə CnH2n birləşməsinin 0,25 molunda 9 qram karbon var. Həmişə maddənin 1 tam miqdarına, 1 moluna gəlmək lazımdır. Bunun 0,25 molunda 9 qram karbon varsa, bunun 1 tamında, 1 molunda nisbət artır? 4 dəfə. 4 dəfə artan zaman bunun 1 tamındakı karbon sayı nə qədərdir? N qədər. N karbon neçə qramdır? 1 karbon 12, N karbon 12. 1 molunda 12. Buradan bura 4 dəfə artıq deyə, 9-u 4 dəfə artıranda 12 alır. Neçə edir onda? Bəli, 36 bərabərdir 12 ilə, N də bərabərdir 3-ə. N 3 olan zaman qiymət yerinə qoyur. C3, H6, 2, O3. Bizdə nəyi soruşur? Birləşmənin bir tam kütləsi. Yenə molyar kütlə düsturu. 1 karbon 12 qram, 3 karbon 3 qram 12, 1 hidrogen 1 qram, 6 hidrogen 6 qram, 1 oksigen 16, 3 oksigen 3 qram 16. Cəbrəzə neçədir? 90 qram eləməlidir. Bax, görün. Bəli, molyar kütləsi bu maddənin 90 qram. D variantı. 43. Baxaq. 43-lər. Deyir bala, H2X-in bir tam kütləsi, molyar kütləsi, YH3-ün bir tam molyar kütləsindən 2 dəfə çoxdur. Adi riyazi əlaqə, uyğunlaşdırma, bərabərlik. H2X-də neçə hidrogen var? 2. 1 hidrogen 1 qramdır, 2 hidrogen 2 qram 1. 1X-in kütləsi X bərabərdir. 2 həcm, 2 nisbət, 2 dəfə çox. 2 dəfə çox, 2 mol nisbət. 1 Y kütləsi Y-dir, 1 hidrogen 1 qramdır, 3 hidrogen 3 qram 1. Yəni bunun bir tam kütləsi, bunun bir tam kütləsindən 2 dəfə çoxdur. Nəyinə bərabər? 2 nisbinə. Mötərizəni açsın, ifadəni bərabərləşdirir. Deməli, 2 üstəgəl x bərabərdir, 2y üstəgəl 6. Tərəf-tərəfə keçirsəz, x bərabərdir, 2y üstəgəl 4. Ya da ki, x bərabərdir, 2y plus 4-də. Yəni, A variantı. Haydi olmuş olur. Qeyd götürdünüz. Bəli. 47-yə bir sualımız yoxdur. 46 nədə 46 X elementi azotla birləşən zaman X3N2 məntiqlə, Y elementi isə alüminiumla birləşən zaman alüminium 2, Y3 maddəsi əmələ gətirir. Bildiyiniz kimi, alüminium metaldır. Metalla birləşən 100% nədir? Qeyri-metal. Onda 100% alüminium sabit oksidləşmə dərəcəsinə malik olan element olduğuna görə birləşmələrdə 3 valentli, müsbət 3 oksidləşmə halında olur. Onda alüminium müsbət 3-dürsə, ona birləşən digər elementi mənfi olmalıdır. Çünki niyə? Metala nə birləşir? Qeyri-metal. Metal müsbətdirsə, qeyri-metal mənfidir. Qeyri-metalın mənfi nəyə bərabərdir? Alüminiumun indeksli qiyməti, yəni 2-yə bərabərdir, mənfi 2. Deməli, Y elementinin yükü mənfi 2-dir. Yəni, minimum oksidləşmə halında mənfi 2 olur. Minimum oksidləşmə mənfi 2-dirsə, bu element neçənci qrup elementdir ki, 2 elektron alır və oktet qaydasına uyğun 8 elektron alır. 6-cı qrup. Onda Y-imiz yerləşir 6-a yarım qrupunda. Bunu tapdıq. Və X elementi azotla birləşən zaman X3N2 olur. Deməli, mümkün dərəcə azotun oksidləşmə dərəcə 3, bunun ayağında mənfi 3-dürsə də, onda X-imiz müsbət 2-dir, 100%, ayağındakı əqləmə görə. Onda avtomatik X-imiz müsbət 2 ola bilər, 2A yarım qrupu elementi, yəni metal. Onda 6A qrupundan 2A yarım qrup birləşsə, 6A-da 2 elektron alır, 2A-da 2 elektron verir, müsbət 2. Yəni X müsbət 2, Y mənfi 2. Çarpaz birləşdirin, X2, Y2, indeksli rəqəmlər ixtisar gedirsə,
İqtisad aparmaq lazımdır, mümkün dərəcədə. 2-ləri bölün hər tərəfdə 2-yə, 2 bölək 2 bilindirlər. Yəni x y. Bəli, birləşmənin formulu nəyə bərabərdir? X y, bəli, sadə formulu x y, yəni A variantı. Və görürsünüz, dövrü sistemə çox əlaqəsi var bu dərsində. Yəni, minimum, maksimum oksidləşmə dərəcə qaydası, elektron almaq, elektron vermək, oktet qaydasına uyğun gəlmək və dublet qaydasına və s. 47 tane kimi. 47. Uşaqlar, belə məsələlər çox düşür, diqqətlə baxın denəm. Bu məsələlərdə maddəni közlərdən zaman, əgər maddənin tərkibində kristallaşma suyu, kristal halında bərk halda su birləşirsə maddəyə, hər zaman közətlikdə azalan kütlə, ayrılan maddə sudur. Başlanğıc maddə nə qədərdir? 12 olur. Qızdıran zaman ən son qalan qalıq nə qədərdir? 6 qram. Ən son qalan qalıq nədir? Maddənin tərkibindəki suyu qopardanda, bax, bu qalan bu hissədir. Maqnezium esodu, yəni duz hissəsi, bərk maddə. Yazılan tənliyi, bəli, maqnezium esodu, vuraq, X mol su. Bunu qızdıran zaman qalan kütlə bərk maddə, maqnezium sulfatdır və X molda su kənara çıxır. Başlanğıc maddə 12,3 və sonda qalan maddə maqnezium sulfat 6-dır. 12,3-dən çıxın altını, qalan maddənin, nə qaldı? 6-dır. Onda azalan kütlə nə qədərdir? 6,3. Normalda maqnezium sulfat maddəsi bir tamı nə qədərdir? 120 qram. Bunun altdan 120 gətirsək, hesab baxdır, 20 dəfə alır. Onda digər kəmiyyətlər də bir dəfə alır. 6, 14, 20 olur, 126. Deməli, burada standart reaksiyada 120 qram maqnezium sulfat alınır reaksiya baxımında və 126 qram su alınır. Suyun 1 molu nə qədərdir? 18. 1 molu 18 olanın neçə mol? X molu 126. X də bərabərdir 7. Deməli, suyun qabağındakı mol miqdarı 7 moldur ki, buna uyğun da qiymətlər buna uyğun təyin olunur. Baxın, yəni bütün kristal hidrat məsələlərində hər zaman kölərdən zaman azalan kütlə sudur, qalan kütlə isə bərk maddədir. Yəni, buradakı duz maddəsi, metal birləşmələr, metalın turşu birləşməsi, duzu. Baxın görür. 55. 50-yə kim sualımız var? 51. Yaz qadası, yaz. Yaza bildiği soru var. Hamı yazdı. 51, 49. Bax qadası, özün baxın deyil. Başlanğıc maddə kristal hidrat 6,15 qramdır. Və közərdən zaman tərkibindən özü deyir ki, 3,15 qram suyu çıxır, su çıxır. Yerdə qalan bərk maddə nə qədərdir? 3 qram. Normal, bax budur, eyni baxın, bu reaksiyadır. Normalda maqnezium sulfat nə qədərdir? Bir tam, 120 ilə. Baxın, yenə eyni qayda, 6,15 qram kristal hidrat maddəsidir. Tərkibində 3,15 qram suyu varsa, 3 qram nədir burada? Maqnezium esodudur. Bəli, normal reaksiyada maqnezium sulfat 120 olmalıdır. Buradan bura 40 dəfə artıq deyə, 3,15-i də 40-a vuranda yenə alır 26. Bəli, eyni qayda. Bizə nəyi soruşur? N'in qiymətini. Burada x yoxdur, indi N verir. Eyni qayda. 1 mol su 18-dir, aldığımız qiymət 126-dır, N mol su 126 qramdır. N bərabərli 7. Eyni prinsip, eyni gedişat. Bu da ona kimi baxın 50. Baxın özünüz. 50 yazıbsınız. 50 yazıbsınız. Gəlin bir də baxaq. Deyir ki, bu maddənin közərtlikdə kütləsi 10,8 qram. Yəni bu maddənin közərdən zaman azalan kütlə nədir? Yəni kütlə suyun kütləsi. Onda qalır kalsium flor 2 və ayrılır X mol H2O. Azalan suyun kütləsi nə qədərdir? 10,8. 10,8. İndi 21,9 qram başlanğıc maddədən çıxın 10,8-i. Neçə qalır? 11,1. Başlanğıc götürülən maddə 21,9 qram maddədən azalan suyun kütləsi çıx. Azalan suyun kütləsini çıx. 11,1 verirlər. 11,1. Aha. 11,1. Normal reaksiyada kalsium flor 2 nə qədərdir? 1 tamı. 111. Qabağa 1 moldu. Bunun burada 1 tam 111'dir. 11,1-dən 111-ə neçə baxmalıdır? 10 dəfə.
standart qiymətlərə gətirəndə yuxarıdan aşağı kəmiyyət nə qədər artırsa, digər maddələrin də bütün kəmiyyətləri bir qədər artmalıdır. Buradan bura 10 dəfə artdı, yəni ki, 11,1 qram duz alındıqda sərbəst, ən son 10,8 qram su alınır. 111 qram alındıqda isə M mol, yaxşı. M bərabər 108. 1 molsu nə qədər demişəm? 18. 1 molu 18 qram olan suyun neçə molu, X molu 108 qramdır. X də bərabərdir 6 molda. Bəli. Qeyd edeyim. Cavab salındı, X bərabərdir 6. C bərabərdir. Növbəti. 51-də baxın. Deməli, kristal hidratın 50 qramından suyu tam ayırdıqda neçə qram duz qalır? Baxın, bu hazır verirdir. Bunu bir tamını parçalayanda kuprum SO4 alınır, viski sulfat və 5 mol kristal hidrat suyu qırağa çıxır. Bunun bir tam kütləsi hesablayın. Kuprum SO4, viski sulfat 160'dır. 5 mol su 5 qram 18,90, yəni 250. Bunun bir tamı 250. 250 qramından parçalandıqda alınan duz nə qədərdir? Bir tam duz, kuprum SO4, viski sulfat 160 qram. Deyir ki, bunun 50 qram parçalansa nəyə qədər duz alınır? N qram. 250-yə 160, 50-yə 5 dəfə alsın, yəni 32 qram. Əmələ gələn duzun kütləsi burada 32 qramdır. Suyu soruşur ki, tam sərbəst alınan duzun kütləsi. Neçə qramdır? 100, daha doğrusu 32 qramdır. 250-dən 50-yə 5 dəfə azaltdır, 160 ilə 5 dəfə azalır. 32 qram. Növbəti. Cavab olur 55. Y var. Aha, növbəti. 55. Yaxşı. 55. Deməli çox. Daha şöyle nə deyir? Hidrojenin birləşmə formu. Uçucu olmayan XH2 tipli birləşmələr. Neçənci bu kelime? XH2. Uçucu olmayan da qaydamız nədir? Düstur nədir qayda? Hidrogen sayı bərabərdir. Qrupunun nömrəsi. Yadda qalsın. Uçucu olmayanlarda hidrogenin sayı ayarındakı sayı nəyə bərabər? Qrupunun nömrəsinə. X'imiz 2 ayarın qrupu elementidir. Uçucu olanlarda isə 8-dən çıxır hidrogenin sayıdır. 8 çıxaq 3, 5 alır. Ən rahat olur. Y-imiz 5 alır. Bu qədər. İndi 2 elementi metal, qeyri-metal. Metal. Metallar nə edir? Qeyri-metalla birləşən zaman bütün valent elektronlara gedir, maksimum oksidləşmə halında olur. Müsbət 2. Y-imiz isə 5 adımsa qeyri-metal olur. Qeyri-metallar da çatışmayanı alıb minimum oksidləşmə halında olur. Yəni 3 elektron alır. Çarpaz yazın, bura 3, bura 2. Bəli, X, 3, Y2. Bu qədər rahat, bu qədər sayıdır. Sadəcə nəyə bilmək lazımdır? Buradakı bəzi qaydalar ki var, dediyim kimi, həmin qaydalar hər zaman istifadə olunur. Qruplar biləsən. Bəli, qrupları bilməyin də bir dənə qaydası odur ki, uçucu olanlarda 8 çıxaq H sayısı, qrup nömrəsi, uçucu olmayanda isə H sayı bərabər ayarındakı qrupun nömrəsi. Bu rahat usulla geçsəniz daha tez həll edəsiniz. Çalışmanı, məsələ və s. Növbəti. Neçə? 58. Deyir, XYO3 maddəsinin birləşməsinin tərkibinin molunun onun kütləsinin asıllığı. Birinci dəqiq qrafika baxın. Qrafikaya görə XYO3 maddəsinin 0,5 molu nə qədərdir? 5 qram. XYO3 0,5 molu neçə qramdır? 5 qram. Hər zaman dediyimiz qayda nədir uşaqlar? Maddənin bir tamına 1 molda gəlmək lazımdır. Bu maddənin 1 mol kütləsi nə qədərdir? Ml, molyar kütlə. Neçə farqdır? 100 dəfə. Onda 5-i 100 dəfə yoxsa 20 dəfə? 20 dəfə, o da 100. Ml neçə eləyir? 100 qram. Bu maddənin bir tam kütləsi XYO3 bərabərdir 100 qram. Deyir, X-də 40%. Bəli, burada deyir ki, birləşmənin bir tam kütləsinin 40% X-dir. Yəni 100-ə 40%. Neçə eləyir? 40. Onda 40%-imiz
x-in payına düşürsə, 100%-imiz 100%-dirsə də 40%-imiz x-dir. X bərabərdir 40. Deməli, birləşmənin tərkibində 1x var. 1x-imiz x-in 13 bərabərdir 100. 1x-in kütləsi 40, 1y-in kütləsi y, 3 oksigen də 3 qram 16. 40 üstə gələk 1y, 40 qram 1. 3 oksigen də 3 vurulsun 16. Bərabərdir 100. Buradan da y bərabərdir 100 çıxırsın, 48, 40, 88 elə. Y bərabərdir 12. Yəni karbon onu soruşulur, kütləsini soruşur. Bəli, birləşmədəki y-in kütləsi, bir tam kütləsi 12 qramdır. Qeyd etdiniz. 59 işləyə bilirsiniz. Səhv eləyən yoxdur, 2 dəqiqə baxaq. 62. 59. Yoxdur 2 sual buradakı. 60-a qədər. 60. 62. 63. Baxaq. Deməli uşaqlar, deyir ki, maddənin kütləsinin zamandan asılılığı. Zaman keçdikcə kristal hidrat məsələsi baxın. Zaman keçdikcə kristal hidrat maddəsini qızdıran zaman kütləsi 143-dən düşübdü 53-ə. Yəni natrium karbonat buraq X molsu. Bunu qızdıran zaman alınır nə? Bayaq bir nisbətdə. Natrium karbonat qalır. Natrium 2, CO3 və X molda H2O buxarlanır, ayrılır. Qalan qalıq nə qədərdir? Qalan bərk qalıq 53 qram. Demək məntiqlə qalan qalıq nəyin kütləsidir? Burada qalan bərk maddənin kütləsi. Onda 143 qram maddədən 53 qram qalıqsa neçə qram sudur? 90 qram. Normalda natrium karbonatın 1 mol nə qədərdir? 106. Bunu 106-ya gətirəndə, standart qiymətlərə gətirəndə, qulaq asın. Standart qiymətlərə gətirəndə, buradan buraya isə baxaq, 2 dəfə. Deməli, suyun kütləsi 2 dəfə artacaqdır. 180, elə. 1 mol su nə qədərdir? 18. Onda neçə mol, x mol su 180 qramdır. X də bərabərdir 10 mol. Deməli, suyun miqdarı nə qədərdir burada? 10 moldur, bu qədər. Mən 63-ə baxaq. Baxarıq. Qeyd elədiniz, qeyd edin. Yaza bildiyiniz suallar. Bəli. Biz yazın vaxtımız qalsın ki, sualları da baxalım. Növbəti 63. C2H6 molekulunda neytronların kütləsi maddənin kütləsi. Birinci gəlin hesablayaq, burada nə qədər neytron var və nə qədər maddənin kütləsi var. Maddənin bir tam kütləsi, molyar kütlə düsturu, molyar kütlə C2H6. 1 karbon 12, 2 karbon 12 bırak 2. Bir hidrogen 1 6 qramdır. O da bərabərdə 30-a. Bunun 1 tam 30 qramdır. Neytron sayısı. Bir karbonda 6 neytron var. O da 2 karbon var. 2 bırak 6. Bir hidrogen neytron yoxdur 0. Onda 6 bırak 0 0. Bərabərdə 12. Maddənin tərkibində 12 qram neytrondur və cəmi kütlə qədərdir? 30 qram. Onda neytronun kütləsi cəmi kütlə neçə faizdir? Omega faiz neytron bərabərdir. Cəmi kütlə 30. Neytron kütləsi isə 12. Buraq 100. Omega faiz neytron bərabərdir. Neçə eləyir? 40%. Bəli. Birləşmənin 40%-i neytrondur, tərkib kütləsi. Qalan məntiqlə 60%-i də proton. 100% 30-dur. 100% 30-dursa da bunun deməli 12 qramı 40% edir. Yerdə qalan 18 qramı da 60% edir. Protonun 2%. Cavab nə çıxdı burada? 40%. C variantı. Qeyd edirəm, qeyd edirəm. Növbəti 66. 64. Mən bir dəqiqə silmir bölükdən. Sınırım da olsun. Qeyd edirəm. Qıza bildiniz? Yaxşı. Belə məsələdə çox düşür sınaqlarda və s. Diqqətli olun da. Deyir ki, birinci birləşmənin formulu x2, y3-dür. Baxın, birinci birləşmənin formulu. Birinci birləşmə hansı birləşmədir? Birinci birləşmə. 7 qram x-in 12 qram y olan nisbəti. Deməli, birinci birləşmənin formulu hansıdır? x2, y3-dür. Yəni, buradakı 2x-in kütləsini 3y-in kütləsinə böləndə, buradakı x-in kütləsi 7, y-də 12. Bərabər 7 bölünsün 12.
Biz burada nə tapmalıyıq? 24 1x-in 1y-ə olan nisbətini. 1x-in 1y-ə olan nisbəti bərabərdir. Buradan 2 bölüs geri qaytarın. 3-ü bura qaytaranda 3 bıraq 7, 2-ni qaytaranda 2 bıraq 12. Burada neçə aparın? 1x bölüsü 1 bərabərdir. Neçə qalır? 21 bölək 24. O da 8 3-ə böləndə. 8-i 7 elə. 1x-in ən kiçik kütlə nisbəti 7-dir. Yəni elə bir atom kütləsi, elə fikirləşin. 1y 8-dir. Diqqətlə baxın. 1x-imiz 7, 1y-imiz 8. Aha. İndi deyir ki, buna uyğun ikinci birləşmənin formulu. İkinci birləşmənin formulunda ikinci birləşmədə x nə qədərdir? 7 qram. Bəs y 16 qram. X-in verilən kütləsi 7-ni yazın indeksinə. 7-ni bölün bunun bir atom kütləsinə. 7-yə. Qalır 1. Y-in verilən kütləsi 16-nı bölün y-in bir atom kütləsi 8-ə. O necə deyir? 2. Onda buradakı nisbətləri böləndən sonra alınan qiymətləri indeksi yazır. X-in indeksində 7 bölək 7 1 yazılmır. Y-də isə 16 bölək 8 2. Bir indeksdə qeyd olunmur deyə nə qalır? X, Y2. Bəli, ikinci birləşmənin formulu olacaqdır. X, Y2. Yəni ikinci birləşmədə yenə 7 qram X var deyir. 16 qram Y var. 7 qram X 1 tamdır. 1 tam Y 8 qramdır. Onda neçə Y 16 qramdır? 2 Y. Olur X, Y2. Növbəti 65. Dövr istə cədvəlinin kiçik dövrləri. Kiçik dövr hansı dövrlərdir? 1, 2, 3. Deməli, kiçik dövrlərdə yan-yana sıra fərqi atomlarda, elementlərdə 1 vahiddir ən azı, alt-alta isə 8 vahiddir. Deyir ki, A ilə B-nin cəmi 22-dir. Diqqətlə baxın. A ilə B-nin cəmi 22-dir. A plus B bərabərdir 22. Tələsin. B-nin sıra nömrəsini çəksə də, B-nin üzərindəki rəqəmin sıra nömrəsi B-dən 8 vahid kiçikdir. B çıxaq 8. Altdakı yuxarıdakından 8 vahid böyükdür. Yuxarıdan aşağı düşəndə 8 vahiddir. Soldan sağa isə 1 vahid artır. Burada olacaq B çıxaq 7, B çıxaq 6, B çıxaq 5 və B çıxaq 4. Deməli, A da bərabərdir B çıxaq 4-ə. Bunu işləyir. 2B bərabər B çıxaq 4 yazsınız. B çıxaq 4, üstə gəl B bərabər 22, A bərabər B çıxaq 4-ə. Buradan da, deməli, 2B bərabər 26, B bərabər 13, buradan da A da bərabərdir B çıxaq 4, A da bərabərdir 13 çıxaq 4, A da bərabərdir 9. Sonra onlar İndi baxın, bəli, X-in sıra nömrəsi 2S2, 2PB. 2S2 yox, 3S2, tələsin, 3P1. İlikdə isə sıra 9-dur. Bəli. 2S2 qısa formulu. 2P neçə? 5 elə. Bəli. İndi özünüz baxın. Yenə qayıtdıq dövrü sisteminə. İkisimiz metal da qeyri-metal. 2S2, 2P1. Hə, yox. İkisimiz nədir şu anda? X qeyri-metal. 2S2, 3P1. Metal. Bəs qeyri-metimiz? Qeyri-metal. Metal, qeyri-metalla birləşəndə bütün valent elektronu verir. Müsbət 3, 3 müsbət. İrqdə isə 7 elektron var ən çox dövrdə. Deməli, bu elektron almalıdır. 7 elektron varsa 8 olması üçün ən azı 1 lazımdır. Olacaq ilk mənfi 1. Çarpaz, bura 3, bura 1. 1 yazılmır, x, y, 3. Bəli, x, y, 3. 66. 66. Maddənin həmişə gəlmək lazımdır 1 tamına. Deyir ki, 66-da X-O2 və Y2 o maddələrinin kütləsinin onların tərkibindəki oksigenin atomlarının mol sayından asılı qrafik verilmişdir. Baxın, öz molu yox ha, içindəki oksigenlərin atom sayını. Baxın, Y2O-nun 0,1 molunda 0,1 mol oksigen olan zaman kütləsi nə qədərdir? Y2O-nun miqdarı, içərisindəki oksigen sayısı 0,1 mol olanda kütləsi A qramdır. Bunun bir tamında neçə oksigen var?
1. Onda bunun tərkibindəki oksigen sayını 1-ə gətirən zaman nə qədər artır kütlə? 10 dəfə. Onda bunun molu 10 dəfə artırsa, kütlə 10 dəfə artacaq 10-a. Yəni Y2O-nun 1 tam kütləsi 10-adır. Oksigen sayına görə 1 tama gələndə, bunun 1 tamında 1 oksigen var deyə 0 tamında 1 1-ə gətirdik. Əgər bunun 1 tamında 2 oksigen olsaydı, onda 2-ə gətirərdik 1 tamına görə. Bunun 1 tamı 10-adır. Baxın, 10-a. İndi özünüz baxın. XO2-nin içərisindəki oksigen sayısı 0,4 mol olanda, oksigen sayısına diqqət durun. Mol sayı yox. Eləcə oksigen sayı, oksigenin mol sayı, bütün maddənin mol sayı yox. 0,4 mol olanda maddənin kütləsi nə qədərdir? 2A. Bu maddənin 1 tamında neçə oksigen var? 2. Bunun tərkibində 2 oksigen olanda kütlə nə qədərdir? Buradan neçə var? 5 dəfə. Bunu 5 dəfə artırın, molyar kütlə neçə eləyir? Ml bərabərdir yenə 10A. Hər iki maddənin nəyi bərabərdir? Hər iki maddənin molyar kütləsi. Yəni hər iki maddənin 1 mol kütləsi 10A-dır. Yəni biri-birinə bərabərdir. Onda uşaqlar, 1 mol Y2O bərabərdir 1 mol XO2-yə. Məlum elementləri islah edeyim. 1 oksigen, 1 oksigen getdimi? Nə qaldı burada? 2Y bərabərdir 1x-dən 1 oksigen. Yəni 16. Nəyi sorutur? X ilə ifadə edeyim. X nəyə bərabərdir? 2Y çıxaq 16. Bu qədər. Yəni demək istəyir ki, X ilə Y arasındakı kütlə münasibəti. Nisbi atom kütlə yox, ümumi kütlə münasibəti. 1x-in kütləsi 2y kütləsindən 16 qram azdır. Bunu məntiq izah edir. Məntiq riyaziyyat faydası budur. 1x-in kütləsi y-dən, daha doğrusu 1x ilə 2y-dən 16 qram azdır. Növbəti, saat nə çıxır burada? 60. X bərabərdir 2y çıxaq 16. 2a-y çıxaq 16, yəni A variantına. Bəli, x-in nisbi atom kütləsi y-in nisbi atom kütləsinin 2 mislindən 16 qram az. Yəni A variantı. Növbəti. 68. 60. Neçə? Məndə axırlarda biraz çox. Burada var sual, burada ki. 69 hə. 68-də heç bir yoxdur ki. Yox, 69 75. 68-də baxalım onlara biz. Uşaqlar, yenə baxın. Deyir ki, X-in qısa elektron formulu 3s2p1-dir. Metal da qeyri-metal. Metal. Bəs Y? Qeyri-metal. X ilə Y elementləri birləşən zaman deməli, X-in 3, qrup 3, müsbət 3, Y-də 6-cı qrup elementdir. O da ikisini alır. Sarıpaz, bura 2, bura 3. Digər şərtə baxaq. Y-in proton sayı, buradakı olan Y-in proton sayısı, bütün proton sayı neçə faizdir? Baxın, buradakı Y-in proton sayı nə qədərdir? 1 Y-də əvvəl doldurun. 2s2p4, 8. 1 Y-in 8 protonu var. Burada isə 3s2p1 əvvəl dolduranda 1s2p6, 3s2p1 10. Bəli. 1 Y-də, X-ində 10. 26. Buradakı X sayı nə qədər? 3 Y-dəki proton sayısı 3 vurulsun Y, 8, 24. Buradakı X-in proton sayısı X nə qədərdir? 2 ədəddir. Hər X-də 13. O da 2 vurulsun 13 bərabər 26. Bu ikisini cəmi neçə eləyir? 50. 50 proton var. 50 protondan 24-ü aiddir Y-ə. Deməli, omega faiz Y-in proton sayısı, proton Y bərabərdir. 24 bölünsün 50, vurulsun 100. Yəni, cəm proton sayısı 50-dir. Buradan 24-ü Y aiddir. Geridə qalanı 26x aiddir. O deyir neçə faiz? 48 faiz. Bəli. Növbəti 69 70. 69. Kiçik dövr 1, 2, 3. Burada kiçik dövrdə 1 olmaz. Niyə? Çünki birinci dövr 2 element. Onda 2 ilə 3-dür. Məntiqdən baxın. Çünki element sayısı 1-dən çox olduğuna görə, yəni 2-dən çox olduğuna görə 2 ilə 3-dür. Kiçik dövrlərdə 6 element sayısı 8 faiz artır, yan-yana 1 faiz artır və soldan sağa getdikcə qrup nömrəsi 1 faiz artır. Deyir ki, X-in maksimum oksidləşmə dərəcəsi, yəni bərabərdir qrupun nömrəsinə 2-dir, müsbət 2, ikinci qrup. Bura 2-dirsə, bu 3, 4, 5. X-imiz ikinci qrup, metal, müsbət 2. Y-imiz 5-ci qrupdur, qeyri-metal. 5 elektron var, 3-ünü alır. Çarpaz, bura 3, bura 2. Bu qədər. Sadəcə, qrup bilməni bəs edir, qrupun nömrəsində. 71. Başa düşün bax.
Növbəti 70. 70-də. 70'den 74'e. 70-də X-in atomunda neçə elektron təbəqə var? 3. Deməli, dövr nömrəsi nəyə bərabər? Təbəqə sayına. Bunun təbəqə nömrəsi 3-dür. Ən son təbəqəsində sayın. Neçə elektron var? 2. Onda X-in qısa formulu 3s2-dir. Qısa formulu yazıram, 3s2. Y-in təbəqə sayı 2-dir. Və ən son təbəqəsində 1, 2, 3, 4, 5, 6, 7. 2s2, 2p5, 7 elektron. Z-də isə 2 təbəqə və sonda 1 elektron var. 2s1. Hansı elementlər metaldır? Dövrü böyük olanlar. X-lə Z. Hiç durun, yatmayın. X-lə Z. Qulaq asın. X-lə Z metaldır. Hansı qeyri-metaldır? Y-lərə. İndi gəlin baxaq. Bir dəfə X-lə birləşdirək Y-i. X-imiz metaldır, müsbət ki, Y-imiz qeyri-metaldır. 7 elektronu var, birini alıb səhvidir. Olur nədir? Çarpaz bura olur 1, 2, bura olur 1. Yəni X, Y2. X, Y2-ni saxlayın. Getdi. İndi buna baxın. Z ilə Y. Z-in valent elektronu 1-dir, 4-2-dir. Qüvvətli metaldır. Müsbət 1. Y-də isə 7 elektron var, birini alır, mənfidir. Z, Y. Birin birə. Z, Y və Y-si. Fərqi yoxdur. Bu qədər. Aydın oldu uşaqlar. Bəli, atom modellərinə uyğun elektron quruluşları tapırıq, elektron quruluşlara uyğun metal və qeyri-metal tapırıq. Oradan da metallar elektron verir, maksimum oksidləşmə halında olur. Qeyri-metallar isə elektron alır, minimum oksidləşmə halında olur. 71-72. Baxaq görək. 71-də. Deyir, bu maddənin 2 mol kütləsinə, digər maddənin 4 mol kütləsi tarazdadır. Yəni, tərəzini gözləyib tarazı gəlir. Yəni, bir-birinə bərabərdir. Tərəzi, tarazlığı var. Bunun 2 molu nə qədərdir? 1 mol kütləsi 1 dəmir 56, 2 dəmir 2 bıraq 56. Bunun 1 mol oksigen 16, 3 molu 48. 48, 112, 160 elə. 2 molu 2 bıraq 160, 320. 14'e bölünürsə. Deyir, bu maddənin də 4 molun miqdarı bərabərdir o kütləyə, 320-yə. Nəyə gəlmək lazımdır? Maddənin 1 molda. 1 mol X o nə qədərdir uşaqlar? 4-ə böləndə 80. 1 X-lə 1 oksigen kütləsi 16 bərabərdir 80. X-lə bərabərdir 64. 64 də yoxdur var yəni. Mis 64. Hava ilə. 70. Amma mən cavabda səhv çıxıb, aynen. Ola bilər, hər şey ola. Cavab olur hava ilə. 72-də. Dövr sistem elementi, X elementi oksigenlə birləşəndə X-7. Bu nədir uşaqlar? Ayrı oksid, baş oksidlər. Baş oksiddə oksigenin valenti yazılır X-in ayağına, X-in valenti oksigen ayağına. Demək, X 7 valentli. 7 valentli olubsa, bu neçənci qrup elementi maksimum? 7 qrup, 7-ci qrup. Çünki oksigenlə birləşən zaman bütün elektronlar verir. Müsbət 7, 7-ci qrup. Y-imiz oksigenlə birləşəndə 1-1. Bir oksigen 2 valentlidir. Onda bir Y-imiz də 2 valentli olub ki, biri-birinə tam birləşikdir. Arada rabitəsi qalmır, yəni indeks qalmır. Onda Y-imiz ikinci qrup elementdir. Z oksigenlə birləşən zaman gördüyünüz kimi neçənci qrup elementdir? Oksigen əgər 3 dənə birləşibsə, oksigenin sayını valentinə 2-yə vurun və bölün Z-in ayağına 2 demək. 3 dəfə 2, 6 bölək 1, 6. Deməli, bir Z-in 6 qolu 6-cı qrup elementdir ki, hər Z-in özü ətrafında 3 oksigeni 2 qola birləşdirir. Yəni Z-imiz 6-cı qrupdur. İndi baxın, deyir, X ilə birləşdirib Y, gəl öz birləşdirək. X-imiz 7-ci qrup elementdir, 7-ci qrup. Və Y-imiz 2-ci qrupdur. Bildiyiniz kimi, 2-ci qrup element nədir? Metal, müsbət olacaqdır. 2 elektron verir. 7-ci qrup elementdə 7 elektronu var. Y-ni alıb 8 edir. Çarpaz, bura 2, bura 1 olur. Y, X2, yəni X2 X2. İndi B variantında Z ilə Y, özünüz baxın. Z-imiz 6-cı qrup elementdir, 6-cı qrup elementdir. Y-imiz də 2-ci qrup gelir. 2-ci qrup metaldır, əlbəttə çox zaman. Metal müsbət 2 olur, 2 elektron verir. 6-cı qrupda 6 elektron var, 2 sənal 8 edir. Bəli, 2-2 indekslərə. O da Z, Y və Y-Z. Y-Z və yaxud da Z-Y. Hansı variant yolu gəlir? Y-Z, bir də X2. C variantı. Bəli, Y-X2, bir də Y-Z, C variantı. Növbəti. 70, yüksek. Aklı çok. Uşaqlar,
Bu iki maddədə deyir, hər ikisində nisbi atom kütləsi və bir molekulundakı protonların sayı bərabərdir. Diqqətlə baxın. Nisbi atom kütlə və protonların sayı. Deməli, gəlin hesablayaq. H2XO4-də bir hidrogende bir proton var. 2 hidrogende 2 proton, 2 bırak 1. 1x'də x kadar proton, x bırak 1. 1 oksigende 8, 4 oksigen 4 bırak 8. Beraberdir. Bunun bir molunda 3 hidrogen, 3 bırak 1. 1 y, 4 oksigen 4 bırak 8. Gördüğünüz gibi 4 bırak 8, 4 bırak 8. 2, 3. 3'ten 2 çıxın 1. Burada kalır x. Bu da gelir. Beraberdir. Burada kalır 1. Burada kalır y. Deməli, x'imiz y-dən proton sayısı bir vahid çoxdur. X beraberdir 1 plus y-dən. Bu 1. Yəni, x'in proton sayısı böyükdür y-dən. Belə yazaq. P y-dən. Bu getdi. İndi baxın. Bir molekulundakı nisbi atom kütləsi. Gəlin, nisbi atom kütləni də nəzərə alaq. Deməli, bir hidrogenin kütləsi 1 qramdır. 2 hidrogenin kütləsi 2 qram, 2 qramdır. 1 x'in kütləsi x, 1 oksigen 16, 4 oksigen 4 qram 16. Bərabərdir. 1 hidrogen 1 qramdır. 3 hidrogen 3 qram 1, 1 y-imiz y-dir, 4 oksigen 4 qram 16. Yenə 16'lar gedir 4 16, 2'lər getdi, 3 getdi. Qaldı burada x bərabərdir y neçə? Plus 1. Deməli, x'in nisbi atom kütləsi, baxın şərtdən, x'in nisbi atom kütləsi, y-in nisbi atom kütləsindən yenə nə qədər çoxdur? 1 vahid çoxdur. Onda baxın, məntiqlə. Əslində burada özü veribdir. Deyir, proton sayıları bir-birinə bərabərdir. Uşaqlar, proton sayıları bir-birinə bərabərdirsə, onda nisbi atom kütlə hansı böyükdür? X elə. Onda x'in nisbi atom kütləsi y-dən bir vahid böyükdürsə, ancaq proton sayı bərabərdirsə, nəyin sayı müxtəlifdir bunlardan? Proton sayı bərabərdir. Nisbi atom kütlə x böyükdür. Onda hansı zərrəciyin sayı çoxdur ki, o nisbi atom kütlə x böyük y-dən? Bəli, onda 100%. X'in neutron sayısı böyükdür y-dən. Nə qədər özdə 1 vahid. Nx böyükdür ny-dən. Yəni x'in neutron sayısı böyükdür y-dən. Ancaq x-dən y-in proton sayıları deməli özü veribdir. Bir molekul, daha doğrusu bir molekulundakı proton sayı da bərabərdir axı özündəki şərtə baxır. Bayaq yazdığımız əslində doğrudur da, bir atomdakı, obşu birləşmədəki molekullardakı proton sayı bərabərdirsə, onda x'in proton sayısı y-dən bir vahid çoxdur, x böyük y-dən. Və nisbi atom kütləsi də bərabərdirsə də, onda yenə də deməli x'in belə çıxır ki, bayaq tapdığımız kimi, neutron sayısı y-dən bir vahid çoxdur. Yəni buradakı baxın, bu bərabərlik, bunun bütöv molekuluna aiddir. X və Y aid deyil. Bütöv molekuldakı proton sayı bir-birinə bərabərdir. Hansı demir ki, buradakı X və Y-in proton sayı bərabərdir. Elə deyir. Deyir sadəcə bütöv molekuldakı proton sayısı biri-birinə bərabərdir. Onda belə çıxır ki, X-in proton sayısı böyük Y-dən hansılar bizim gəlir? Həmçinin də X-in neutron sayısı böyük Y-dən. Yəni bəli, B variantı. Bu qədər. Növbəti. 80'ə kimi? 70, yox 80, 77 dənə. Yox sualımızda. 75. 74. Uşaqlar, özünüz deyin. Birinci element X-in təbəqə sayı nə qədərdir? 3. Bəs ən son təbəqədəki valent elektron nə qədərdir? Bəli, X-imiz qısa formulu 3s2-dir. Bəs Y-də? 2 təbəqə var. 2s2, Aha. 2p3. Elə deyir. 1, 2, 3, 4, 5. Y-də 2s2, 2p3. Aha. İndi uşaqlar, X-imiz metalda qeyri-metal. Metal. Metal müsbət 2, Y-də qeyri-metal. O da 5 elektron var, 3'ünü alır. Çarpaz bura 3, bura 2. Çarpı. X3, Y2. Bəli. 75. 75'də nədir uşaqlar? Atomların sayı nisbəti eyni olan maddənin tərkibindəki elementlərin atomlarını bir-birinə nisbət edin. Bölün. Nisbətləri tanım. Birinci maddəmiz CH3OH. Karbon nə qədərdir? Ardıcılıqla. 1, 1. Hidrogen 3 plus 1, 4. Bir oksigen 1. Burada karbon sayısı 5. Hidrogen sayısı 10. Oksigen sayısı 5.
Yəni 1 bölək 2 bölək 1. Karbon sayısı 2, hidrogen sayı 5 plus 1, 6, oksigen 1. 2, 6, 1 olduğu kimi qalır. Karbon sayısı 1, 1, 2, hidrogen sayısı 4, oksigen sayısı 2. Qısa 1, 2, 1. Deməli 1, 2, 1 hansında uyğun gəldi? 1, 2, 1, 1, 2, 1. 3-dən dağıldı, bir də 2-də. Elə CH3 COH, karbon sayısı 2, hidrogen sayısı 4, elə, oksigen sayısı 2, 2, 4, 2, 1, 2, 1. Yenə bu uyğun gəldi. Karbon sayısı 2, hidrogen sayı 4, 2, 6, oksigen sayısı 2, 2, 6, 2, 1, 3, 1. 1, 3, 1 var burada uşaqlar. Yoxdur elə. 2, 3, 4. 2, 3, 4. Alt numara sayı nisbəti eyni olar. 2, 3, 4. Şey versiniz baxırıq testlər. Buna O bir biri də bölünəcəksən. 76-ya baxaq. Hansı maddələrin kəmiyyət tərkibi? Yəni ki, hansında eyni Atom var? sayı Eyni. nisbəti eynidir. Kəmiyyət tərkibi. İçindəki atomların sayı və nisbəti eynidir. Burada baba, azot nə qədərdir? 2, 2 azot, 4 dənə hidrogen, 3 o da o oksigen. kimi qalır. Burada karbon sayısı 2, hidrogen sayısı 6, oksigen sayısı 1. Karbon sayı 2, H sayısı 6. Birinci. Karbon sayısı 2, hidrogen sayısı 6, oksigen sayısı 1. 2, 6, 1, 2, 6, 1. 2 ilə nə oldu bu 6 bunun gəldi? 2, 6, 1. Karbon sayısı 2, hidrogen sayı 3, 1, 4, oksigen sayı 2. 1, 2, 1. Elə. Burada isə azot sayısı 1, hidrogen sayısı 5, oksigen sayısı 1. 1, 5, 1. 2, 6. Bəli, 2 və 6-da içindəki atom sayı nisbəti eyni çıxır. Növbəti kütlə payı. Kütlə paydan 2, 3. İşləyirsiniz bunu, kütlə payı. Bəli. Baxın suallara. Neçə? 2. Maqnezium karbonatda elementlərin kütlə nisbəti. Burada bağlı neçə karbon, neçə maqnezium var? 24. Bir maqnezium nə qədər kütləsi? 24. Neçə karbon var? 1, 12. Neçə neçə oksigen var? 8. Hərəsi 16, 3 vuraq 16. Qısa var. 24, 12, 48. 12-yə böl. 2, 1, 4. 2, 1, 4 nisbət. C var. Növbəti. 20. 13-ə kim yoxdur sualınız? 3, 3. Xrom 6 oksiddə yenə elementlərin var, kütlə payı. Bir dənə xrom var. 1 xrom 52, 3 oksigen, 3 vuraq 16. 52-nin, 52-nin. 48 nisbət, qısa var. Neçəyə? 2-dən çox olmaz. Ha? 2-dən böyük yoxdur. 5. 6-ya, 6'ya. 7, 6-ya, 8. 7-nin 8-ə. Ən böyük rəqəmə, ən böyük ortaq bölənə çatlarsınız həmişə. Ən böyük ortaq bölənə. Növbəti. 28. Yenə mis 2 sulfat maddəsində debora. Bir dənə mis nə qədər? 64. Bir dənə küçük var 32. 4 oksigen, 4 vuraq 16. Özün səfə görüm tez. Hər tərəf neçə gedir ən böyük? 2, 1, 2. 2, 2. Yəni 32-yə. 64, 32, 2, 32, 32, 1, 64, 32-yə 2. 2, 1, 2. Diqqətli dur. Diqqətli dur. Neçə dediniz? 28. 7. Bu maddədə karbonun kütlə payı 75-dir. Neçə element var? 2. Karbon və hidrogen. Karbon 75 isə H nə qədərdir? 7 qalan faiz. 25 faiz. Karbonun kütlə faizi 75-i, bölürsən atom kütlə 12-yə, hidrogenin kütlə faizi yerə qalan 25, atom kütlə 1-ə. Bu iki əsər qısa apar, bir-birinə böl. 12-də 75, bölək 25-də 1. Hər tərəf 25-ə böl. 12-də 3, bölək 1-də 1. Hər tərəfcə bölsən 1 bölək 4. Birinci elementimiz 1 nisbət karbondur, 4 nisbətdə hidrogendir. Yəni 1 karbon, 4 dənə hidrogendir. CH4. Bax bu qədər. Yuxarıdan aşağı gəldikdə oksigenin kütlə payı artır. Get-gedə azot sayısı azalır, oksigen sayısı artır. Hansı variantdır? Birləşmələrdə azotun nisbəti sayı azalır get-gedə. Oksigen sayısı artır. Birinci, ən çox azot harada var? 2, 2. Qaldır bir dənə B ilə C. İkincidə azot sayısı 1 vaid ən az azalmalıdır, oksigen sayısı ən az artmalıdır. Onda NO 1 vaid artır. Diğerində isə oksigen sayısı artır, NO2. B variantı. 27.
11. Aha ona. Hansı bir ifadələr maddələrin keyfiyyət və kəmiyyət tərkibini bildirir? Bir su molekulunda rəqəm verirsə kəmiyyətdir. 2 hidrogen, 1 oksigen. Birinci aiddir kəmiyyətə, 2-yə aiddir birinci. Su molekulunda eləcə hidrogen və oksigen var. Yəni elementlər var. Yəni müxtəlif şərait var. Keyfiyyətə aiddir. Suda hidrogen və oksigen atomlarının kütlə nisbəti. Bu nəyə aiddir nisbətlər? Yəni kəmiyyətə aiddir. Miqdar verirsə kəmiyyətdir. 11. Özü deyir, hansı qazın keyfiyyəti C2H4-dəki elementlə eynidir? Yəni, karbon və hidrogen var ancaq. Hansı B maddə? variantı. Karbon və hidrogen olan. B. Bəli, ancaq karbon və hidrogen olan deyil. Yəni, keyfiyyət. Kəmiyyət demir ki, nə qədərdir? Keyfiyyət. İki müxtəlif element, karbon və hidrogen. Növbəti 20-yə kimi. 28. 20-yə qədər. 15. Hansı birləşmələrdə yenə kütlə nisbəti var? Burada elementlərin kütləsini bölürsən. Neçə karbon var? 2. 2 karbon, 24. Neçə hidrogen var? Hidrogen sayısı 4. 4 dənəsi 4. 2 oksigen 32. Özü bir sayı var. 1 karbon, burada 12. Sarı 2 hidrogen 2. 2 oksigen 32. Burada 2 karbon 24. 4 tane hidrogen 4. 1 oksigen də 16. 1 karbon 12, 2 hidrogen 2, 1 oksigen də 16. Baxın görün hansında nisbət eyni qalır. 1 ilə 4-dən. 1 ilə 4'ten. 1 ilə 4-də. Bəli. Niyə? 24 4 oksigen, 4-ə bölün. 4-cünü 2-yə 6 bölək 1 bölək 8, 4-ə bölündə 6 bölək 1 bölək 2-yə bölündə 8, 2-yə bölündə. Bəli, 6 1 8, 6 8. 23, 24. 20-yə kimi. 17. Birləşmədə azotun, smartdakı sual, baxın. Azotun kütlə payını müqayisə edin. Hansında azot sayı çoxdur? Ən çox hansında azot var? Sayca. Sayca. Birdə. Bir böyükdür, bir böyükdür. Azot sayısı azalan. 3 bərabər 57 edə bilər. 2. Azot sayısı ən az olan atom sayıdır. Bəli. 2. Azot sayı harada azdısa da, orada kütlə payı azdır. Harada çox olacaq demək. Növbəti. 23, 24. Ora kim yoxdur? SO3-də oksigenin kütlə payı. Oksigen nə qədərdir burada? 3 dənə. 3 var 16, 48, bir dənə küçük 32, 1 32. Cəm neçə eləyir? 80. 80 qramın içərisində 48 qram oksigen var. Neçə faiz edir canlılarında? 80 manat pul var, 48 manatı bir adama aiddir. Neçə faiz edir? 60 faiz edir. Bəli, 60 faiz. Birləşmədə yenə karbonun kütlə payı artma sırası. Hansı maddənin tərkibində karbon sayı çoxdursa, hidrogen sayısı azdısa da, karbon kütlə payı artır. Hansı maddədə karbon sayısı az, H sayı çoxdursa, orada karbonun kütlə payı azdır. Və yaxud da kütlə nisbəti. 1 karbon 12, 4 dənə H4. Nə qalır? 3'ün 1'ə. 2 karbon 24, 4 tane hidrogen 4. Necə qalır? 6'nın 1'ə. 2 karbon 24, 6 hidrogen 6. 4'ün 1'ə. 3'ün 1'ə 4 nisbət. 4'dən 3'ü karbondur nisbətdən. 4'dən 3'ü neçə faiz edir? Bırak 75. 6'nın 1'ə. Elə bir ki 7 nisbət. 7'dən 6'sı karbondur. Bırak 100. Bu nəzərə alır. Burada 4'ün 1'ə 5 nisbət. 4 plus 1. 5'dən 4'ü karbondur. Bırak 100. Bu qaysə edir. Orada hardasa 84 faiz eləyir 2-dən. Aha. Orada 80, 70, 80. Burada 75 elə. Ən az 1'dir. 1, 3, Ondan sonra 3'dür. Ən çox 2'dir. Bu da bunun ardıcılığı. Kütlə pay ardıcılığı. 28. 28. 28 yoxdur. 19, 28 mi? 28. 10 gram. 10 gram. Yaxşı, böyle burada. 10 gram CXHY maddəsi. Aha. Böyle bu. 10 gram CXHY maddəsində 1 gram hidrogen var. Baxın. 10 gramdan 1 gram hidrogendirsə, neçə gram karbondur? 19. 9 nisbət karbon, 1 nisbət hidrogendir. Qaydamız nə idi? Elementin nisbətini bölünsüz atom kütləsinə. 9 bölünsün yığışdırmayın. 9 bölək 12 yazın. 1 bölək 1. Bu 2 kəsi qırağa çıxardı. 12'də 9 nisbət.
1 bölək 1. İxtisarafarı 4-də 3 bölək 1 bölək 1, yəni 4-də 3. Birinci nisbət karbondur, ikinci nisbət hidrogendir. Nisbətlər rəqəmlərdə indeks yazın. Karbon ayağı 3, H ayağı 4. Hansı maddə alındı? C3, H4. Bəli. Bizə nəyi soruşur? Ayağındakı rəqəmlərin cəmi. X-in qiyməti 3-lük 4-dür. Cəm neçə eləyir? 7. Deməli, atomların cəmi 7-yə bərabərdir. Növbəti 29. Deyir ki, X-in iliklər nisbəti. X-in 7 qramından Y-in 3 qramı nisbətdədir. X-in verilən nisbəti 7, Y-in verilən nisbəti 3. Nəyə bölünür? Elementlərin nisbət atom kütləsinə. 7 bölünsün 56, X-in kütləsi və 3 bölünsün 16. Bu iki kəsiri qırağa çıxardı, ixtisarafatların nisbətlərini və ən son aldığımız tam ədədlərin nisbətini yaz indekslərini. 56-da 7 bölək 16-da 3 bərabərdir. 7-yə böləndə 8-də 1 bölək 16-da 3. Hər tərəf 16-ya bir kəsilir. Burada qalır 2, burada qalır 3. Belə. 2 bölək 3 bəli. Birinci nisbət x aiddir. X-in ayağında 2, y3, bəli. x2, y3. Budadır. Yazamalı. Bəli. Növbəti. 32. Baxaq tez. CX H2 orası. Maddənin deyil 0,2 molunun kütləsi 11,2-dir. Nəyə gəlmək lazımdır? Maddənin 1 tam kütləsinə. 1 tam nə qədərdir? 1 molu 5 dəfə artıranda. 5 dəfə artır. 56. Bu maddənin 1 tamı 56-dır. CX H2. 1 karbon nə qədərdir? 12. X karbon 12x. 1 hidrogen 1-dir. İlk hidrogen nə olacaqdır? İlk vuraq 1. Yəni 2 elə. Deməli, 12x-lə y-in cəmi bərabərdir 56-ya. Bir buradakı karbonun hidrogenə olan nisbəti 6 bölək 1-dir. Yəni 12 qram 12x karbonun y qədər hidrogenə olan nisbəti bərabərdir 6-nı birə. Çarpaz vur, burada neçə eləyir? X-lə təmlik. 12x bərabərdir 6y-ə. Bir də 12x plus y bərabərdir 56-ya. Buradan da y bərabərdir 2x-ə, elə y. 12x üstə gələr 2x bərabərdir 56. Buradan da x bərabərdir c4, y bərabərdir 8-ə. Bəli. Bizdə nəyə soruşacaqlar? X plus y cəmi. 4 plus 8, 12. Bərabərdir 12. Bu qədər. Növbəti. Uşaqlar, X O2-nin tərkibində neçə oksigen var? Neçə oksigen var? 32. 32 qram oksigenin kütləsi nə? 1x-in kütləsi bərabər. Niyə? Çünki x-in kütləsi 50%-dirsə də, x-in 50%-i x-sə kütlənin. Yerdə qalan 50% nədir? 2 oksigen. Yəni 32. Onda 50-50-yə 1-1-ə. Yəni 1x bərabərdir 2 oksigenə. Yəni x bərabərdir 32. X-in nisbi atom kütləsi 32 qramdır. 1x 32-dirsə də 3 oksigen var. 3 vuraq 16, 48. 32 üstə gəlir 48 bərabərdir 80. Bu maddənin 1 tam kütləsi 80 qramdır. 80 qramın içərisində nəyi soruşur? X-in kütlə faizini. Omega faiz x bərabərdir. Buradakı x-in kütləsi bölünsün 80, o gəlir kütlə vuraq 100-ə. Deməli, o da omega faiz bərabərdir. X-in kütləsi 32, bölək 80, vuraq 100. X-də omega da faiz bərabərdir 40%, elə? 40%. O 2-33 fərqlidir. Nədir bu aslında 32-33-də? Aslında yaza bilərəm özüm. Bax, gör qədər, səhvinin var deyə baxaq. Deyə buradan baxaq. Nəsə qaldı uşaqlar? Baxın görün. Kim sual qaldı? Qalın suallarınız. Cavabların qeyd olunmuş suallara gələn dəfə baxaq.